Vitraj sənətində yeni trend. Zəfər simvolumuz olan xarı bülbülü ilk dəfə şüşə üzərində əks etdirən rəssamı siz də tanıyacaqsınız. ATV-də, ən baxımlı kanalda. Vitraj şüşədən və digər şəffaf materiallardan hazırlanan, milli ornamentlərlə bəzədilən kompozisiyadır. Bu sənətə bədii şüşə sənəti də deyilir. Şüşə üzərində adətən müxtəlif rəsmlər, naxışlar çəkilir. Kifayət qədər çətin sahə olan vitrajla Gülçin Aslanlı da məşğul olur. Onun əl işləri bir-birindən fərqli və baxımlıdır. 5 ildən artıqdır ki, vitraj sənəti ilə məşğul oluram. Vitraj şüşə üzərində rəsm sənətidir, rəssamlığın bir qoludur. Mən əsasən, belə deyək, qabların üzərində məşğul oluram bunlarla, daha çox armudlu stəkanlar və böyük və kiçik ölçüdə qablar üzərində rəsmlər çəkirəm, müxtəlif mövzularda. Ümumiyyətlə, indiyə qədər bir çox mövzulara müraciət eləmişəm, ancaq daha çox bunların arasında milli mövzuları seçirəm. Gülçin Aslanlı deyir ki, qələbə rəmzi olan xarı bülbülün təsvirini hazırladığı şüşə qabların üzərində